xoşbəxt olduğum yerdəyəm. Aeroportdayam. Heydər Əliyev adına aeroportdayam və gedirəm gözləməyə, qızlar da gəlsin və Hindistan səyahətimiz başlasın. Hava çox qəşəngdir bugün bu arada. Çox qəşəng havadan xoşum gəldi. Aydındır. Şəkil çəkdirmək istəyirəm, amma heç kim yoxdur. Aeroportumuz da çox qəşəng olub, Novruza hazırlanır. Səməniyə baxın, çox qəşəngdir. Belə. Tənbəl qızlar hələ gəlməyiblər ki, mənim burada şəklimi çəksinlər. Özümü çəkim. Xoşbəxt görsənin. Xoşbəxt görsənin. Çox xoşbəxt görünürük. 2 nəfər Dinləməyində şunu gəldi. Əminə hələ Hindistana gedib çıxmayıb, indi ağlayır. Bir dünyada bir bismillah eləyə də. Sevinç göz yaşlardır. Nədən gözləyir? Allah, nə çox müştəri var. Burada tək Hindistan deyil, başqa ölkələrdə var, ona görə bu qədər adam var. Sırada dayanmışıq, qeydiyyatdan keçməyə hazırlaşırıq. Belə çamadanlarımızı verəcəyik. Ondan sonra da artıq yuxarı mərtəbəyə, yəni yoxlanışa gedəcəyik. Bilmirəm, paketləmək istəyirsə gec olar. Qızlar, biz hara gedirik? Hindistana. O deyir, kəmərləri bağlayın, növbəti stansiya. Dehli. Bəli, qızlar öz arzularını reallaşdırmağa gedirlər. İndən ağlayım, birazdan ağlayım. Göz yaşlarımı saxla hələ, Tac Mahala. Koridor var ha. Buradan keçəndə bütün streslərin gedir. Antidepressantlara ehtiyacı olmur. Bəli, hani bizim Bəs psixoloqsuz, psixoterapevtsiz buradan keçirsən, önce sağalırsan. Пассажиры, вылетающие рейсом Москва, Каменская, Анна, Каменская, Лия. Пройдите на посадку. Sol tərəfdə Salam, təşəkkür edirəm. Sizdə 33C, sizdən sağda, keçiddə. Çox sağ olun. Sizə təyyarədən iyi gəlir. Bu dəfə yanıldım. Həmişə deyirdim iyi gəlir, amma bu dəfə gəlir. Amma özümüzün Əminə nə olub? Əminə nə olub? Qaradənizdə gəmilərin batır. Paylaşıram. Videonu paylaşıram. Nəhayət illər arzuladım o videonu, nəhayət paylaşdım. Qızların yarısı da burada oturur. Hindistandan səs gelir, danışa bilirsiniz. Arkada hamı Hindistanlıdır, Azərbaycan Deməli, yeməklərimiz gəldi. Hindistanlılar vegetarianam deyə toyuq saxlamayıblar bizə. Ona görə bizə, yəni ki, belə vegetarian yeməyi gəldi. Baxın, belə bir yeməkdir. Çörəyin içməsə. Əslində düyüdür deyə, düyünü yemək olar. Çörək. Burada qaşıq vilkadır. Nuş olsun qızlar. Dadlıdır. Acıdın mı? Dadlıdır, eminəm. Oradan bizi çək də, elimi də. Vurşayım. Azala eşq olsun. Allah puşkalarımızı eşitdi. Hətta biz yarım saat tez çatdıq. Bəli. Yenə də özümüz, yenə də azalımız. Azalın pilotlarına eşq olsun. Şimdi yandır da belə qaradıq biz daşırıq.
Axır ki biz Indira Gandhi Delhi aeroportundayıq. Bəli, bəli. Namaste, aleykuma namaste. İndi gedirik, təbii ki, qeydiyyatdan keçirik, həm də sərhəddən keçməliyik, çamadanlarımızı götürməliyik, nömrə almalıyıq, nə bilim, dollar dəyişməliyik. Nə qədər işimiz var, Allahım. Bəli, bəli. Çox işimiz var. Axırda da hidması. Neyse, mənim 100-cü səfərimdir, qızlar, Elmina'nın 2-ci səfəridir, qızlarının da ilk səfərləridir. Dehlidə. Baggage exist, düz getməliyik. Əsi, gəlin biz belə yeriyək. Sevil patron, nə edirsiniz? Bax, deməli, Hindistanda aeroporta çatan kimi belə bir blanklar var. Aha. Blankları, pasport və biletinizə əsasən olan məlumatları doldurmaq lazımdır. Mütləq düşən kimi. Mən də video çəkəcəm. Banda Çingiz Xana. Hal-hazırda doldururuq blankları. Və başqa qələm var. Son 6 gündə harasa getmisən, nasıl ki? Və əgər bizi belə bir əllər salamlayırsa, bu deməkdir ki, biz hardayıq? Hindistandayıq. Əllər bizi namaste salamlayır. Hindistanda belə maraqlı bir şey var ki, çamadanları özləri götürürlər, belə qırağa qoyurlar. Və biz də gəlib, yəni oradan götürüb, əziyyət çəkib oradan götürmürük, gəlirik hazır, belə götürürük. Elimizi dəyişək. Abala, hələ bir bismillah eləyib indi düşmüşük. Mən ölürəm sizdən. Hə. So, çıxaq uje, gedək. Bax, Arpit. Arpit ana. Namaste. Arpit bizi salamlayır. Namaste. Bunu saxlan, mən gedim. Biraz uzaqdan. Get, get, get. Sen de bak da gel. Ha, beni çekersen ben böyle hemen. Biraz tutalım. Ben de al. Videodur. Om Sayram, Jai Shri Krishna, Om Namah Shivaya, Namaste. Hindistan'a geldim. Hindistan'a gələndə biz şeydir, Arpit. Arpitlə indi Azərbaycan dilində danışacağıq. Bir dənə də bundan şəkil çəkdirik, qrupa atağı. Ha, Şəkidən də görürsüz. Asıl Şəki getirecek. Have you been to Şəki? 4 times. Yer çok. Deli metro. Ha, buradan Dehli aeroporta da aeroportdan yəni ki metro da var mərkəzə. Aa, prямо Amma mən heç metroya vaxt istifadə gedirsən. eləməmişəm metrodan. Yəni bilmirəm hansı Mən də istifadə. istifadə etməmişəm. Hava belə də bürkül. İstidir. Hava qəşəngdir. Hava yaxşıdır. Şimdi biz oğluna prins deyəcəyik. Deyir ki, Meranam prins. Biz ona prins deyəcəyik. Öz adı nədir bəs? Arpit. Arpit, Arpitci. Arpitci. Ha, itə bax. Evet. Dıbış, ana qurban, bura gəl. Dıbış. Nə tərsən? Dıbış. Ümumiyyətlə Hindistanda hər yerdə itlər var, yəni belə rahat gəzirlər. Dıbış, ne dersin ana qurban? Ne dersin? Və 4 gün ərzində bizimlə olacaq avtobus. Ne belə səliqəli, tərtəmiz. Avtobusdan doxu hissi gəlir, inana bilmirəm yəni. Çox qəşəng, rahat. Gözü bu ərazidən çıxar sonra. Və 4 gün biz burada gəzəcəyik. Hə. जानू तुझ में रब दिखता है यारा मैं क्या करूं
deməli gəldik, otelimizə yerləşdik. İndi isə gedirik Humayun qəsrinə. Humayun Stone. Əslində bizim oteldən biraz uzaqdadır. 33 kilometr məsafədir, yəni 40 dəqiqə. Çünki biz oteli Qurban ərazisində götürmüşük. Holy bayramına görə ümumiyyətlə otellərin bir çoxunda yer tapmaq çox çətinlikdir. Buna baxmayaraq yer tapdıq və indi isə gedirik Humayun qəsrinə. Ora çox gözəl, möhtəşəm yerlərdən biridir. Sizə çəkib göstərəcəm. Deməli, Humayun qəsrinə gəlmişik. Burada Hindistanlılar üçün sadəcə 40 rupidir, amma xaricilər üçün isə 600 rupidir. Yəni qiymət fərqini görürsünüz də. 600 rupi hardasa bizim puldan 11-12 manat eləyir. Bu arada hamı üşüyür. Hindistanı biz belə soyuq gözləmirdik. Çünki səhərin gözü açılmamış. Səhər saat 7-də 8. 8-in yarısı. Saat 8-in yarısıdır. Biz gəlmişik belə bir yerə. Arpit bizim yerimizə ödədi. Bunlar bizim jetonlarımızdır. Göstər. Bunlar bizim jetonlarımızdır. Daxil olacaq içəri. Deməli, Humayun qəsrinə gəlmədən öncə burada Loti bağı var. Bu da İsa xanın Loti bağçası adlanır. Yəni ümumiyyətlə Humayun məqbərəsi yeganə məqbərələrdən biridir ki, özünə məxsus bağı var və təbii ki, həmin məqbərənin içərisində də məzarlar yerləşir. Bunlar da burada selfie çəkirlər. İmkan vermirlər bir çəkiliş eləyək. Əminənin beyni çönüb. Fotosesiya eləyir qızlar. Burada ümumiyyətlə mənzərə möhtəşəmdir. Yəni səmanın masmavi olması, yaşıllıq, palmalar, ağaclar və önümüzdə belə gözəl bir abidə. Çox möhtəşəmdir həqiqətən də. Moğollar yaradıb da, Moğollar yaradıb. Hamare. Bura benzin doldurma yeridir, patrol. Baxın maşınlar sırayla necə dayanıblar. Biz ancaq bir işdir. Bir sürü taksilər. Bunların adı tuk-tukdur. Bir də var rikşalar. Rikşalar daha çox velosipedlə idarə olunur. Taksilər. Gənc axtara gəlib düşmüşük belə bir yerə. Burada böyük bir dənə H&M var. Pulumuzu dəyişə bilmirik. Dollarlar var, amma yoxu tapa bilmirik. Çünki səhərdir, bağça bağlıdır. Deməli, Dehlidə belə bir kafeyə gəlmişik. Buranın adı Nick Bakers adlanır. Nick Bakers. Satıcıları da çox mehribandılar. Amma qiymətlər bahadır ha, yəni sizə deyim. Qiymətlər bahadır. Misal üçün balaca bir çay. Bu oğlan Nepaldandır bu arada. Bir dənə çay hardasa 5 manatdır. 4 manat 80 qəpik. Şirniyyatlar da baxın, yəni ki belə 4 manat, 5 manat belə qiymətlərdən başlayır. Bir də burada sendviçlər var. Can you take plastic? Plastic spoon? Yes. Okay. O nə deyir, başa düşürəm. Bəs mən ona yox. İndi biz gedirik Chandichok bazarına. Chandichok Hindistanın ən məşhur bazarlarından biridir. Nə olar var? Orada quyu qazırlar. Maraqlıdır. Get. यहीं पे ये लगा लो 4 Burada yolu keçməyə çalışacağıq. Qızlar gəlin, hamı.
keçməyə çalışırıq, amma keçə bilmirik. Tam tam. Ay Allah. Yok, nasıl? Sonra balonları derim hakkı var. This is market. Rikşaya minmişik, belə gedirik. Əslində adamın yazığı gəlir. Qabaqlarla. Deməli, biz rikşaya 100 rupi pul veririk. Yəni hardasa 2 manat pul. Hansı ki bizi bazarın düz mərkəzinə aparmağı üçün. Bil ki, balaca bir varana istəsən. Yəni mütləq bura gəlmək lazımdır, əsl Hindistanı görmək üçün. Hə? Sanki bir kinodasın. Hə, sanki bir kinoda, filmdəyik. Sabah Tac Mahala gedəcəyik, ona görə özümüzə paltarlar alaq. Amma yəni bura o qədər qarışıqdır ki, yəni təsəvvür eləyin. Əslində başqa bazarlara da, başqa shopping malllara da gedə bilərdik, amma biz real Hindistanı görmək istedik. Bax, real Hindistan burada. Əsl bazarlıq elədik. Hətta qiymət öldürdük. Street food. Bax, burada marojna var. Gəl bax. Ice creamdir bu. Ice cream. Ice cream. Ölmüyor acımız, tamam mı? Az biz nə qədər keçək buradan? Gəl yolun ortasından gedək, ekstrem yaşayaq. Aa, Meymuna bak. Aa, Meymuna bak. No. No. Gözünü. No, thank you. Yəni bütün rikşalar bizi axtarır. Hamısı məşhur olmaq belə sevilir sayəsində. Bəli, amma mən məşhur bloger deyiləm. Boşu-boşuna söyləməsinlər yəni. Kameramız son dəqiqələridir, amma mən yenə də çəkiliş etməkdən şeydirəm. Ondan sonra nə oldu, nə istəyirik? Amma buna dəyər. Bəli, bu ekstremi yaşamağa dəyər. Gəlin. Əsl Hindistan. Bəli. Hindistan o qədər də pis ölkə deyil. Gəlin, görün gözlərinizlə. Hər ölkədə olduğu kimi burada pislər və yaxşılar var. Bəli. Bazarlara gəlmişik, nə lehengalara baxın. Buradan baxın, nə qəşəng. Burada paltarlar var, yəni. Özü də tək xarici bizi ya burada, hə? Tək və yeganə xarici. Bunlardan alıb deyə bunlara çox maraqlı gəlirik. Ehtiyatlı. Hello. Yeməyə baxın. Bunun adı nədir ki yeməyin? Orada yazılır. Hə? Yeməyin adı nədir?
Sən soruşdun. Sir, what is name? This meal? This is kachori and matra. Matra kachori. Matra? Matra kachori. Matra kachori. It is spicy? Spicy, non-spicy. Ha, seçebilirsin. Maybe this one is spicy, that one is not spicy. Huh? No spicy, spicy. Thank you for information. Let's go. Baxın, bu bəy əlcəklə işləyir. Küçə yeməklərini əlcəklə pişirir. Şokdayam. Hep de elindesin. Güzelce Almanca günleri var. Əminəyə halal olsun. Hal-hazırda küçə yeməklərindən dadır. Nə deyir ona? Hind sokak lezzetləri, panipuri. Dadlıdır. Necədir? Yox, bəyənmədim. Siz yemək istəyirsiniz? Bu Sari mağazasında çox qəşəng gəlinliklər var. Tam çəkir. Mənim də hengam. Mənimki deyil. तो नजर आ जाए कहीं गुलपोश कभी इतराए कहीं महके तो नजर आ Artıq Dehlidəyik və burada oteldə, foyerdə oturmuşuq. Birazdan gedəcəyik market alış-verişinə və daha sonra isə restorana. Bu arada Hindistan haqqında onu deyim ki, Hindistanda hər yerdə market tapmaq mümkün deyil. Yəni böyük marketlərdən söhbət gedir. Yəni ki, burada demək olar ki, o qədər çətindir ki, hətta bugün Holi bayramı olduğu üçün marketlərin, mollar belə işləmir. Yəni təsəvvürün böyük mola getmək istədik, mol belə bağlı idi. Yəni əgər Hindistana gəlsəz belə şeyləri nəzərə alın ki, istədiyiniz hər yerdə market tapa bilməz. Əgər hər hansı bir mola getdinizsə, onun ən aşağı mərtəbəsindəki marketə mütləq şəkildə baş çəkin. Dörtte beşte diyelim. İşte biz artık böyle Gelip yiyip gelip yatarız. O da olur. Banaras sizdən haradır? Varanasi. Bunlar gəlsin. Bura qızlar, yəni aşağı var. Qızlar! Misal üçün gəlin bunun qiymətinə baxaq. 349, yəni 350 rupidir. Bu da hardasa 7 manat eləyir. 7 manat bu peçenyaya dəyər sizə. Burada belə peçenyalar da var, belə şirniyyatlar var. Misal üçün buna baxaq. Bu isə 45 rupidir. 1 manata yaxın. Misal üçün belə bir kinder qutusu var. Bu isə 1650 rupidir, yəni hardasa 27 manat. Yox, 27 yox, 37 manat, biraz bahadır yəni. Amma bu misal üçün ucuz idi. Burada bir dənəsi var idi. Hardasa 5 manat idi. Hə, bu 5 manatdır. Hal-hazırda Virajın məkanındayıq Dehlidə. Qızlarımız çox gözəldir. Təşəkkür
təşəkkür. Amina xanım kraliça, patron, gözəllər.